Ve valideynlər, bugün sizləri kanalımda xoş gördüm. Bugün sizlərə məktəbə hazırlaşırıq kitabını izah edəcəm. Gəlin başlayaq qaldığımız yer. Deməli biz bugün sizinlə birlikdə 8 rəqəmi ilə tanış olacağıq. Gəlin ilk öncə yuxarıdakı şəklimizə baxaq. Tülkü görəsən burada nə edir? Neçə barmaq tutub? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Deməli, tülkümüz 8 barmaq tutub. Onun yanında isə hörümçək var. Gəlin burada dairələrimizi sayaq. Görək neçə dairəmiz var. Deməli, gəlin baxaq dairələrimizin sayına. 1, 2, 3, 4, sonra 5, 6, 7 və 8. Deməli, bizim 8 dənə dairəmiz var. İndi isə keçək aşağıdakı tapşırığımıza. Deyir ki, 8 yazılmış hissələri sarı. Deməli, biz 8 yazılmış hissələri sarı rəngdə rəhləyirik. Baxın, bu qaydada rəhləyəcəyik. Deməli, 8 rəqəmimizi rəhlədik. İndi isə deyir ki, 5 yazılmış hissələri isə yaşıl. 5 yazılmış hissələrimiz yaşıl rəngdə deməli rənglənəcək. Gəlin rəngləyək. İlk öncə yuxarını, sonra aşağı enirsiniz, sonra elə ki, yarım dairə çəkirsiniz. Eləcənə rəngləyirsiniz. Və budur. 5 rəqəmimiz artıq hazırdır. İndi isə keçək 6-ya. 6 yazılmış hissələri qırmızı karandaşla rəngləyəcəyik. Deməli, altımızda olur qırmızı rəng. Ay, bir dəqiqə. Altımızı da rəngləyib keçirik altdakı tapşırığımıza. Və artıq altımız hazırdır. İndi isə keçirik altdakı tapşırığımıza. 8 ədəd 8 ayaqlı osminoqu haşiyəyə al. Deməli biz burada ilk öncə rənglərə baxacağıq. Deməli bizim burada bənövşəyi, narıncı, mavi və yaşıl rənglərimiz var. Yaşıl rəngli osminoqlarımız var. Gəlin ilk öncə bənövşəyi rəngdən başlayaq və görək orada neçə dənə osminoq var. 1, 2, 3, 4, 5, 6. Deməli, bənövşəyi rəngli osminoqlar ödəmədi. İndi isə keçək narıncı osminoqlara. 1, 2, 3. Bu da ödəmədi. İndi isə keçək yaşıl rəngli osminoqlara. 1, 2, 3, 4. Bu da elədi 4 dənə. Bu da ödəmədi. Axı 8 olmalıydı. İndi isə mavilərin sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Deməli, mavi osminoqlarımız şərti ödədi. Deməli, biz burada mavi osminoqları haşiyəyə alacağıq. İndi isə keçək 8 rəqəmlərini çəkməyə. Deməli, burada biz sizə nümunə olaraq birini göstərəcəyəm. Bir dəqiqə, qoy biraz qələmi qalınlaşdırım. Deməli, bu da bizim 8 rəqəmimizdir. İlk öncə baxın, bu nöqtədən başlayırıq. Belə eləyirik və belə axırda 8 rəqəmi alınır. Sanki 2 dənə dairə çəkirsiniz. İndi isə keçək aşağıdakı yaradaq və quraq səhifəmizə. Artıq 88-ci səhifədəyik. Qırmızı papaq aplikasiyası
kəsib yapışdırma üsulu ilə düzəlt və onu iki əhvalını təsvir et. Deməli siz burada şagirdlər, deməli siz burada nə edəcəksiniz? Siz burada əlinizə düz bucaqlı qırmızı rəngli kağızı götürüb belə yarım dairə çəkəcəksiniz. Sonra isə sarı kağızdan belə əyalət olur, o formada kəsib çıxardacaqsınız. Sonra isə ağ kağızdan bir balaca düz bucaqlı və 2 dənə dairə kəsib çıxardacaqsınız və onu yarıya qatlayacaqsınız. Yarı hissəsindən qatlayacaqsınız. Sonra isə bu hissələri bütövləşdirib bu formada yapışdıracaqsınız. Artıq burada bir dənə də artıq qalmışdı. Onu da üstdən yapışdıracaqsınız. Axırda isə istədiyiniz əhvalları çəkib təsvir edəcəksiniz. Burada isə deyir ki, plastindən I hərfi düzəlt. Burada isə mavi plastini götürüb ovalayıb I hərfi düzəldəcəksiniz. Səhifə 89-da baxaq. Deyir ki, canavarı aplikasiya üsulu ilə düzəlt. Deməli siz ilk öncə boz rəngli kağız götürəcəksiniz. Sonra üzərindən belə bu formada kəsib çıxardacaqsınız. Sonra isə belə romb formasında kəsib çıxardacaqsınız. Qırmızıda da eyni üsul ilə və sonra isə qaradan 3 dənə dairə kəsib çıxardacaqsınız. Bir böyük, 2 balaca. Ağdan isə belə bu formada 2 dənə kəsib çıxardacaqsınız və 2 dənə dairə kəsib çıxardacaqsınız. Sonra isə canavarı qurlaşdırmağa başlayacaqsınız. İlk öncə ağız hissə, göz hissə, axırda isə tamam olacaq. Tapşırıq var burada, deyir ki, xətt düzə çəkərək sapı iynənin gözündən keçir. Sizdə birini nümunə olaraq göstərəcəyim. Baxın, ilk öncə belə edirik və hazırdır. İkincisini də göstərirəm. Baxın. Və hazırdır. Sağ olun. Yeni dərs videolarında görüşürüz.